sandıq qoy, ədalətli seçkilər keçir, mənim ağzımın üstünə millətin şilləsini vur, millət mənim ağzımı cırsın, qoysun sandıqda 5%, 10% səslə batım, ondan sonra da denən ki, get işinlə gücünlə baş. Ay kişi, demokrasilərdə qiyməti millət verir. Bizim bir jurnalist var idi, Azərbaycan jurnalisti. Tanınmış jurnalist, həbsdə baxırdım. Seçki keçiriləndə bəziləri demişdilər ki, Şuşada, Xan kəndində işğaldan azad olunmuş yerlərdə saxtakarlıq olur. O da çıxıb boğazını cırırdı ki, Şuşanı almışıq da, olub da, qoy olsun. Mən də onda gülüb, gülə-gülə, həm də ağlaya-ağlaya gündəliyimə bilirsən nə yazırdım? Yazırdım ki, bu adam Churchill'i tanımır. Ay kişi, 2. Dünya müharibəsini udan Churchill, 2. Dünya müharibəsinin qalibi, qərb stratejistlərinin, demokratiyanın peyğəmbəri dedikləri Churchill İngiltərə seçkilərində uduzdu qardaş. İndi Churchill 2. Dünya müharibəsini udmuşdu deyə, dahi idi deyə, fil idi deyə. Churchill saxtakarlıq eləməli idi, demokratiyaydı. Sandığı qoydu, İngiliz xalqı Churchill'i uddu. Churchill incidi getdi. 5 ildən sonra yenə gəldi. İndi biz udmuşuq deyə, qalibik deyə, mən özümü yuxarı sayıram deyə, özümü və kimsə deyirsə ki, o özünü yuxarı dartır. Ona görə məni tutacaqsınız. Məni tənzimləməyin bizə yolu var. Obrazlı deyirəm də. Əli kərimini tənzimləməyin, AXCP-ni tənzimləməyin bir dənə yolu var. Demokratik seçki. Keçirdin, AXCP-ni də, müsavatı da, digər partiyaları da hizaya gətirin, geçsin hamı öz işinin gücünün dalınca. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalan.